Salam hörmətli müəllimlər, bu videoda 18 və 19 iyun tarixlərində keçirilmiş sertifikasiya imtahanına düşən kurikulum suallarının izahına baxacağıq. Bu suallar imtahandan çıxan müəllimlərin bizə səsləndirdiyi fikirlərdir. Həmin onların səsləndirdiyi fikirlərə əsasən belə bir sınaq tərtib edib sizlərə izah etməyə çalışacağam. Deməli, gəlin başlayaq birinci sualdan. Gəlin cavabları həmçinin birlikdə tapmağa çalışaq. Şagirdlərə yeməkxananın bir həftəlik yemək planını, yəni yeməkxanamızın bir həftəlik yemək bir menyusu planı var da. Həmin planı hazırlamalıdır şagirdlər ki, birinci gün hansı yeməyi yeməlidir şagirdlər, ikinci gün hansı yemək olmalıdır. Yəni bir həftəlik menyunu hazırlamalıdırlar. Bu hesablayanda həm qiyməti müəyyənləşdirməlidirlər, həm kalori dəyərini müəyyənləşdirməlidirlər. Tutaq ki, bu yemək hazırlamaq və sair texnologiya fənnindədir. Biz onu qiymətini ölçməliyik, necə kalorisini daha doğrusu ölçməliyik, qiymətini müəyyənləşdirməliyik və s. Yəni burada bir neçə fənnin adını gördüyümüz üçün bu olur fənlər arası inteqrasiya. Bir də uşaqlar bir menyu hazırlayırlarsa, xüsusi bir yemək hazırlamırlar ki, deyək ki, şagirdlər öyrəndiklərindən real həyatlarında tətbiq eləmirlər. Sadəcə bir həftəlik menyu hazırlayır. Tutaq ki, belə bir menyu götürüblər özləri üçün. Menyuda burada yeməklərin adlarını yazırlar, sonra qiymətlərini yazırlar, sonra kalori dəyərlərini hesablayırlar. Yəni ən azı bir neçə fən arasında inteqrasiya olduğu üçün bu, yəni sadəcə fənlər arası inteqrasiyadır. Burada hər hansı bir, yəni başqa bir inteqrasiya görmürük. Yalnız fənn üstü deyil. Fən daxili burada ümumiyyətlə bir ixtisasın fərqli məzmun xəttlərindən və yaxud da müxtəlif siniflərdən söhbət getmədi. Fən daxilini çıxıram. C-də fən daxilini çıxdığım üçün burada da fən daxilini çıxacağam. Y-də də fən daxilini çıxdıq və salam. Variant qaldı A variantı. Hətta variantları da çıxıb imtahanda hərəkət edə bilərik. Baxırıq 6-cı suala. İqlim dəyişikliyi ilə bağlı dövlət bir qərar verir. Bu dövlətin qərarıdır. Həmin qərarın əhəmiyyətliliyini əsaslandırmalıyıq. Yəni dövlətin fikirlərini əsaslandırmalıyıq. Öz fikrimi yox, dövlətin verdiyi qərardır və həmin qərarın əhəmiyyətliliyini əsaslandırır. Burada mənim şəxsi münasibətim, şəxsi mövqeyim yoxdur. Dövlətin verdiyi qərara əsaslandırırıqsa, bu hansı mərhələyə aiddir? Bu təhlil mərhələsinə aiddir. Bəli, burada mənim şəxsi fikrim, şəxsi mövqeyim soruşulmur ümumiyyətlə. Dövlətin verdiyi qərarı soruşulur. Bu ümumiyyətlə kiməsə münasibəti, kiməsə fikir soruşulursa, faktlarla əsaslandırıram da həmin fikirlər. Bu təhlil etmək mərhələsinə aiddir. Düzgün cavab oldu A variantı. Sonra baxırıq növbəti suala. Xarici dil üzrə tapşırıq belədir. Müəllim şagirdlərə tanış olduqları mövzu ilə bağlı araşdırma aparıb təqdimat hazırlamağı tapşırır. Tutaq ki, ingilis dilidir, rus dilidir, hər hansı bir xarici dil olsun. Şagirdlər bu zaman tarixi faktlara dayanaraq, deməli tarixdən biri xarici dil gördük, bir də tarix gördük. Avtomatik inteqrasiya növünü tapdıq fənlər arası. Davam edirik. Təqdimat hazırlamağı tapşırırlar. Şagirdlər araşdıraraq müxtəlif materiallar oxuyurlar, video çarxları izləyərək təqdimat hazırlamalıdır. Ümumiyyətlə oxuyub anlamaq, dinləyib anlamaq, oxuyub anlamaq və yaxud da yazı məzmun xətti. Bu, fərqli iki məzmun xəttindən söhbət gedirdisə. Birini tapmışıq fənlər arası, bunu tapmışıq 100% fənlər arasıdır. Ya cavab A-dır, ya cavab A variantıdır, ya da cavabımız Y variantıdır. Y-də də var fənlər arası. İndi baxın, burada daha doğrusu xarici dilin iki fərqli məzmun xəttindən söhbət gedir. Oxuyub anlama, oxuyaraq hazırlamaq, bir də təqdimat hazırlamalıdırlar, yazı yazmalıdırlar və yaxud da esse yazmalıdırlar. Yəni iki fərqli məzmun xəttindən söhbət gedirsə, o hansı inteqrasiya idi? Üfüqi inteqrasiya. Düzdür, bizə üfüqi şagirdlər heç soruşmurlar. Sadəcə əlavə məlumat üçün deyirəm. Deməli, burada fən daxili inteqrasiya varmı? Bəli, var. Niyə fən daxili inteqrasiya olur? Çünki iki fərqli məzmun xəttindən söhbət gedir. Oxuyub anlama, dinləyib anlama və yaxud da yazı məzmun xəttindən. İndi hər ixtisas müəlliminə imtahanda öz ixtisasına uyğun düşür ki, bu sizin ixtisasınızın məzmun xəttləri belə məzmun xətti var, yoxsa yoxdur. Yəni məsəl üçün riyaziyyatda ədədlər, əməllər, statistika ehtimal cümləni oxuyanda görürəm ki, ədədlər, əməllərdən də söhbət gedir. Statistika ehtimaldan da deyirəm, 100% burada misal üçün fən daxili var. Çünki riyaziyyatın iki fərqli məzmun xəttindən söhbət getdi. Deməli, düzgün cavabımız oldu 10-cu sualda Y variantı. Sonra baxırıq 11-ə. Tapşırıq belədir. Demək, çətin mövzunu şagird oxuyub, onu başqalarının başa düşə biləcəyi dildə, yəni daha sadə şəkildə, daha anlaşılır şəkildə oxuduğunu lap yaxşı. İndi onu anlaşılır şəkildə izah etməli. İzah etmək üçün nə lazımdır? Anlamaq, başa düşmək. Deyək ki, anlamalıyam ki, özüm gərək birinci başa düşüm ki, hələ qarşı tərəfə də onu sadə şəkildə izah edə bilim. Düzgün cavab oldu anlamaq mərhələsi. 12-ci suala baxırıq.
Müəllim şagirdlərə deyir ki, verilmiş mövzuda elə arqumentlər gətirməlisən ki, yoldaşların sənə inansınlar. Yəni, mənim mövqeyimin düzgünlüyünə inan. Mən indi nə etməliyəm? Öz fikirlərimi deyirəm və elə deməliyəm ki, onlar mənim mövqeyimin düzgünlüyünə inansınlar. Burada hansı mərhələdə deyirdi ki, mən öz fikirlərimi əsaslandırmam, sübut etməliyəm ki, yəni öz mövqeyimin düzgünlüyünə qarşı tərəfi inandırmalıyamsa, bəli, bu dəyərləndirmə mərhələsidir. Hətta üsullarla da bir inteqrasiya eləsə, debatda deyirdik. Debatın əsas məqsədi üçüncü tərəfi öz mövqeyimin düzgünlüyünə inandırıram. Yəni, dəyərləndirmə mərhələsi öz fikirlərimi əsaslandırıram və özümün düzgünlüyünə inandırıram qarşı tərəfi. Bu oldu dəyərləndirmə mərhələsi. Baxırıq 8-ci suala. Yəni, burada müəllimlərin dediyi fərqli-fərqli suallardır. Ona görə bunları birləşdirdiyim üçün rəqəmlər uyğun olmaya bilər. Əsas 2 suallara baxaq. Hansı fikir formativ qiymətləndirməyə aid deyil, aid olmayanı istəyirik? Qarşılıqlı qiymətləndirmə, özünü qiymətləndirmə, formativ qiymətləndirmə də var. Hətta bu test izahına baxa-baxa qeydlər də götürə bilərik özümüz üçün müəyyən konspektdə. Formativ qiymətə qarşılıqlı qiymətləndirmə var. Çıxış biletindən, yəni refleks üsullarındadır. Burada var idi. Çıxış biletindən istifadə olunur. Bu da doğrudur. Davamlı aparılır. Şagirdləri izləyir, irəliləyir. Gələcək yönümlü qiymətləndirmədir. Bu da doğrudur. Bölmənin yarım ilin sonunda keçirilir. Sonda ümumiyyətlə formativ hər gün davamlı keçirilir. Bölmənin yarım ilin sonunda keçirilən summativ qiymətləndirmədir. Formativ qiymətləndirmə deyil. D variantı yanlışdır. Özünü qiymətləndirmə varmı? Bəli, bu dəqiq edir ki, qarşılıqlı qiymətləndirmə, özünü qiymətləndirmə, formativ qiymətləndirmə aiddir. Aid olmayan cavab D variantı oldu. 10-cu suala baxırıq. Hansı maliyyə savadlılığının inkişafına xidmət eləyir? Gəlin bəndlərə baxaq görək, maliyyə savadlılığına bağlı burada hansı bənd uyğun gəlir? Kollektivlə birgə fəaliyyət və liderlik, yəni komanda ilə, kütlə ilə çalışıramsa, əməkdaşlıq, ünsiyyət qabiliyyətlərimin inkişaf etdiyini göstərmək olar. Yəni, burada maliyyədən söhbət getmədi, bunu çıxdıq. Səmərəli istehlak davranışları nümayiş etdirir, resurslardan qənaətlə istifadə edir. İstehlakdan söhbət gedirsə, qənaətlə pulumu xərcləməkdən söhbət gedirsə, avtomatik maliyyə savadlılığının olduğunu göstərən bənd budur. Problemli situasiyada emosional sabitlik nümayiş etdirir. Problemi düzgün şəkildə həll edirəmsə, bu maliyyə savadlılığı niyə olsun ki? Cəmiyyət qarşısında məsuliyyəti şərh edir, sosial layihələrdə, yəni hər hansı bir layihələrdə iştirak etmək, könüllülük fəaliyyətləri göstərirəmsə, bunun maliyyə ilə bağlı bir layihə hazırlasam, hə, düzdür. Bu maliyyə savadlılığının olduğunu göstərir. Bu adi layihə hazırlayır. Qərarları müsbət mənfi nəticəni proqnozlaşdır. Hər hansı bir qərar qəbul edirəmsə, maliyyə savadlılığım olmaya da bilər mənim. Düzgün cavabımız oldu B variantı. Sonra növbəti suala baxırıq. Şagirdlərə məktəbin tavanı üçün trapesiya formasında günəş paneli hazırlamaq tapşırılır. Ölçülər verilir və model qurmalıdır uşaqlar. Deməli, burada deyək ki, şagirdlər indi məktəbin tavanı üçün günəş paneli hazırlamalıdır. Deməli, bunlar eynirlər indi, öyrəndiklərini bir növ həyata keçirirlər. Məktəbin tavanına bir trapesiya formalı panel hazırlamalıdır. Deməli, bunlar tətbiq elədikləri üçün inteqrasiya bir növ olacaq, fənn üstü inteqrasiya. Bir də baxın, burada uşaqlar şagirdlər dalı günəş paneli hazırlamalıdır, onların ölçülərini hesablamalıdır, model qurmalıdırlar və s. Yəni, bir neçə fənnin biz burada əlaqəsini gördük. Həm ölçməklə bağlı, həm günəş paneli hazırlamaqla bağlı və onların, necə deyim, modelini qurmalıdırlar. Burada ən azı bir-iki fənnin adını görürük. İki fərqli fənnin adını görürük. Biri fənn üstüdür, bir digəri nə olacaq? Fənlər arası inteqrasiya. Düzgün cavabımız oldu D variantı. Niyə fənn üstü oldu? Çünki şagirdlər məktəbin tavanı üçün panel hazırlayırlar. İndi uşaqlar deməli hazırlayırıqsa bu fənn üstüdür və bunu ölçürlər, biçirlər, panel hazırlayırlar. Yəni bunu hazırlamaq üçün də bir neçə fəndə, baxın burada ölçülər verilir, onun modelini qurmalıdırlar. Bir neçə fənnin adı getdiyi üçün olur fənlər arası və fənn üstü inteqrasiya. Düzgün cavabımız oldu D variantı. Növbəti suala baxırıq. Dərsdə kəsrlər mövzusu keçirilir və dərsi möhkəmləndirmək üçün müəllim şagirdlərə oyun qurmağı tapşırır. Yəni, şagirdlər mövzunu öyrəndilər, daha sonra bunu, hətta Robert Gagne nəzəriyyəsinə dediyi, öyrəndiklərimizi möhkəmlətmək üçün müəllim şagirdə əlavə nələrsə verir. Şagirdlər indi özlərindən bir oyun düşünüb, bir oyun qurmalıdır. Yəni, ümumiyyətlə, şagirdlər nəsə qururlarsa, nəsə hazırlayırlarsa, hansı mərhələ idi bu? Bəli, yaradıcılıq, yaratmaq. Düzgün cavab oldu A variantı. Sonra növbəti suala baxır. İnteraktiv təlim hansı təlim idi? Müasir, hal-hazırki təlimdən söhbət gedir. İnteraktiv təlimə aid olmayan fikirləri seçin, yəni yanlış fikirləri seçməliyik. Həyati bacarıqları formalaşdırır.
Bu doğru cavabdır, amma biz götürün, bizə səhvlər lazımdır. Müasir təlimə aid olmayan fikirlər axtarıq. Yəni burada neqativləri axtarıq. Müəllim mərkəzli olmalıdır. Bəli, cavablarımızdan biri budur. Müəllim mərkəzli yox, şagird mərkəzli olmalıdır. Müəllim təlimat verməlidir. Müəllim təlimat verir, bunu belə eləyin, onu elə eləyin. Bu təlimat versə, bu ənənəvi rejimdir. 3-ü də götürürük. Yəni bu müasir təlimə uyğun olmayan fikirlərdir. Rəqabətə əsaslanan, biz dərsdə də demişdik ki, rəqabətə əsaslanan, rəqabətə köklənən sinif olmamalıdır. Yəni şagirdlər rəqabətə sövq eləməli deyilik biz. Tənqidi düşüncənin formalı, bu müsbət fikirlə bunu götürmürük. Effektiv mühit yaranır, bu da doğrudur. Mühazirə tipli metodlar təşkil olunur, səhvdir. Mühazirə ənənəvi rejimdədir. Müəllim mühazirə oxuyur, burada şagirdlər pasiv olurlar. Bu interaktiv təlimə aid deyil. Düzgün cavabımız oldu 2, 3, 4 və 7 B variantı. Baxırıq 20-ci suala. Şagird oxuduğu mətnə əsasən esse yazır. Şagird müəyyən bir mətn oxuyur və mətni oxuduqlarına əsasən öyrəndiklərindən istifadə edirəm, bir esse yazıram. Yəni, nə edirəm? Öyrəndiklərimi tətbiq edirəm. Düzgün cavab oldu, tətbiq etmək mərhələsi. 20-ci sual düzgün cavab oldu, A variantı. Ümid edirəm ki, bu sınağın izahı hər birinin üçün faydalı oldu və qaranlıq qalan heç bir məqam olmadı.